Maraqlı sual. Əgər mən tort işinə sıfırdan başlasaydım nə edərdim? İki şey edərdim. Bir tort kursuna gedərdim, harda ki lazım olan şeyləri öyrədirlər. Lazım olan şey odur ki, məsələn, biskvitin bir növü, kremin bir növü, sıvaq, marsipan fiqur falan falan. Yəni bir növ hər şeyi öyrədən kursa gedərdim. 50 növ yox. Çünki bu işdə 50 növ bilməyə ehtiyac yoxdur. 50 növ öyrənirsiniz, onun cəmi biri ilə işləyirsiniz, 49 heç vaxt lazım olmur. Və ikinci məsələdə Instagramı dərindən öyrənərdim. Çünki indiki zamanədə elə qənnaçılar, ya xanımlar, evdən işləyənlər var ki, çox super tort bacarırlar. Əl işi qat-qat pis olan, amma sadəcə Instagramda aktiv olan, düzgün videolar paylaşıb ortaya çıxaran insanlar təqdimatının sayəsində çox-çox qabağa gedirlər. İndi yəni təqdimatdır da, kim Instagram işlədə bilirsə pul qazanır, işlədə bilməyənlər qazanmır. Bir dənə elə kursa gedərdim ki, orada sıfırdan hər şeyi, lazım olan şeyləri öyrədirlər. Plus Instagramı, sosial şəbəkələrlə işləməyi öyrənərdim. Video montaj eləməyi, düzgün videolar hansılardır, onları öyrənərdim. Vəsə. İki dənə şey. Səvə konkret. Öyrənin. Görmə parmejan.